Hamınıza salamlar dostlar. Bugün sizlerle birlikte World Soccer Champs Bursa Spor kariyerini seçəcəyik. Hamınızı Futbol Menecer kanalına xoş gəlmisiniz deyirəm. Keçmiş bir ulduz bir komandadır. Çox böyük işlər başarıb, amma sonradan ən alt liqalara belə, amatör liqa belə düşübdü. Yəni ona görə bunlar yenidən Süper Liqaya çıxardacağıq və Süper Liqada çempion etməyə çalışacağıq. Bir Süper Liqa həmən vaxta kimi nə qədər uluslar kupasını qazana bilirik, ulusal kupayı qazana bilirik, onu qazanacağıq və nə qədər kupa qazana biliriksə qazanacağıq və Şampionlar Liqi də buna daxildir. Keçək maçımıza. 43 minada keçişləri var. Əminik Bursa Sporun başına keçirik. Buraya gəlməkdən ötəri bir dəfə 2 dənə milli komanda dəyişmişəm. Çünki Bursa Spor şeydir deyə, alt liqadadır deyə 1-2 sezonu ancaq oyunda olan liqaya çıxa bilir. 3-cü liqaya, Türkiyənin ən az aşağı liqasına. Bu 2-ci liqaya. Çünki buradan da aşağıda olur. Buraya gəlmək üçün ona görə 3-cü sezondur yox. Nəyə görə seçdim həm də? Çünki bunlar 16 antrenman səviyyələri var və gənc akademiyaları da çox güclüdür. Təbii ki, bunları satacağıq və hazırlıq maçını da oynayaq azdan çoxdan. İndi görək. Bursa Spor komandasına təkliflər gələcəkmi deyirdim ki, gəldi. Sağ bekimiz yoxdur. Bunu oynada bilərik. Karahana təklif gəlib. Bunu da satacağıq. Çünki mənim fikrimdə daha başqa planlar var. Bunları düzəltəcəyik. Çünki oyuncumuz yoxdur. Moddu. Nə əcəbsə. Süper Kupayı Fenerbahçe qazandı. Estağfurullah, Galatasaray qazandı. Və burada bir dənə bizə sağ bek lazım olduğu üçün biz çox yüksəklərə çıxmırıq. Bir dənə gənc sağ bek axtarırıq və Torres kimi bir sağ bek tapırıq. Bunu komandaya gətirmək istəyirəm. Azdan çox da məncə gəlişimi olar. Torresin 68-ə kimi gedə bilir. Çox gözəl. Qapıcılarımız çox şeydir, biraz qocadır. Yenə qocalardan bu liqalarda daha çox qoca qapıcılar yaxşı gedir. İnanma ki, burada nəsə tapaq. Hər şeyə qarşı bir ümiddən. Erşiyavi də yaxşıdır. Qalindezi də ala bilərik. Çox özümüzü xarca salmadan. Evet, bunu götürək. 120 təklif eləyək. Gəldi. Qocadır düzdür, amma biz bu digərlərini satacağıq. Qapçılarımızın. Əşyavi keçdisə qapıya. Bunu da sataq, çünki ağlımda yaxşı bir fikir var. Qapımızı yükləndirdiyimizə görə forwardımızda indi görək hansı yaxşıdırsa onun bir dənəsini yedək saxlayacağam. İkisi də yaxşı deyil, ona görə ikisini də satıram. 2 dənə yaxşı bir dənə oyun çalmağa çalışacağım. Forvet olaraq təbii ki. Bu bölüm ancaq transfer bölümü olacaq deyəsən. Amma 1-2 maçda ata bilərik təbii ki. Osian Kan da var. Amma biz biraz da məbləğ qoyub burada potansiyelli bir dənə oyuncu çıxartmaya çalışacağıq. Hətta Joao Pereira'da mən çox böyük bir potansiyel sezdiyim üçün
ala bilmirik çünki çox bahadır. Collins'i ala bilərdik, amma o da çox baha olduğu üçün ala bilmirik. Biraz çıxsaq çox bahadır buralar bizim üçün. Biz burada daha yaxşısı bu Clatmans ala bilərik. Ya da ki burada bir dənə 30 vari alırıqsa pulu basaq. Bir dənə normalni forward alaq. Onu vermirlər. Onda bizə Wolfgang Anger'ı ala bilərik. Wolfgang'ı satdılar. Bunun nə çox potansiyel olası deyil. Düşündüyüm kimi də. Amma yedək olması üçün onun burada 30 yaşı var yiğidin. Fikir et yiğit. Bunu da satmalıyıq. Komandadakı qoca oyunculardan uzaq durmalıyıq. İndi Raton alacağım. Osasuna'ya gedib. Yetenek avcısı yox imiş. Biz bir dənə yetenek avcısı alıq bir neçə dənə. Buna 180 versək gələr məncə. Gəlmədi çünki bunun dəyəri qalxıb məncə. Çünki 2 sezon irəliləmişik. Yenə satmalılar. Bir maç irəlilədikdən sonra alacağım. Bizdə sol qanada kim ala? Williams ala bilərik. Williams'e 170 versək gələr. Gəlmədi. O zaman 220 təklif eləyək. 250 idi səhv eləmirəmsə dəyəri ola bilər ki, az təklif etdiyimiz üçün gəlməsin. Uwe Zeller'i yoxlayardım, amma inanmıram ki, alacaq qədər pulumuz olsun. 300 versək. Qəbul etmədilər. 450 verim çünki çox gəlişən bir oyuncudur. Yenə də vermədilər. Ramu'yu yoxlayaq. $200 versək gələr məncə. Bu da gəlmədi. Heç biri gəlməyə qəbul etmir. Kim qaldı? Orta saha yox. Carlinhos'u bir dənə yoxlayaq. Müdafiəyə 250 təklif eləyək. Vermədilər. 320 son təklif çünki oyuncu almalıyıq. Heç kim qəbul eləmir bizim takıma gəlməyi. Qapıya almayacağım, amma gəlişmiş oyunculardan Cardenas var. Sağ qanat, amma bu da çox bahadır. Buna 500 falan verməliyik deyəsən. 600, 700 çox dəyərlər qalxıb ona görə. İkinci sezondayam deyə. Heç bir gəlmək istəmir. Kim ala? Onda biz gəlişmiş oyuncular ala bilməyəcəyik. Ona görə komandaya 1-2 oyuncu əlavə etmək istəyirəm. Əsasdakı müdafiələr. Mesut Can'ı satmaq istəyirəm. Ona görə bir dənə müdafiəçi götürəcəyik. 17 yaşında Pedro var. Müdafiələri bitdik. Linder. Bir dənə bunu bir də Linder'i almaq istəyirəm. Bunda inanmıram çox potansiyel ola.
Elə təxmin elədiyim kimi. Amma bunu bir tık üstündən kim var ala biləcəyimiz. Santana diye bir adam var. Yoxlamaq olar bunu. Bu ikisini əlavə etdikdən sonra Mesutcan satılacaq 100%. Və sonra digər stoperlərimizdən Uğur Yıldırım gəlişimi azdır. İkisinin də amma nədənsə Uğur Yıldırımı saxlamaq istəyirəm. Karakuşu satacağım. Ratonun dəyərini yoxlatmaq istəyirəm həm də. UV'nin dəyərini yoxladacağım böyle bizim araşdırmacılarımıza. Forward almışıq. Demiri satmaqdırlar əslində. Demiri satsaq. Bir dənə MOO alıb, 2 dənə hətta MOO almağa çalışacağım. Hadi. Parisi. Bir tık da qalırsa alamayacağıq buradan. Burada Viyana, Macar. Bizə bir dənə Ivan Garcia kimi oyuncu lazımdır. Gəlişimi də yüngülvari var. Bunu buraya qoyduqdan sonra bu demirlə bulutu satmalıyıq. İsmail bulutu da satırıq. Sata bilmirik. Ona görə bir dənə DOS alaq. DOS aldıqdan sonra bulutu da satacağıq. Juanka var, həm də müdafiə də zapazlayır. Juankanı gəlişimi yoxdur. Eyb yox. Bulutu da satacağıq. Orta sahalarımız çoxdur. Müdafiə və yaxud da ki hücuma bir dənə hücumçu tapmalıyıq. Kıhan. %55'lik bir dənə hücumçu. Kıhanın da yüngülvari gəlişimi var. Ən qocasının forvet yedeyi var imiş. Keleşmi, bu mu? Tosun qalsın, Keleşi sərbəst buraxaq. Və yaxud da ki sataq, necə istəyirsinizsə elə deyək. Sonra da bir maç atmarıq yəqin ki. Ancaq komanda quruluşu videosu olacaq bu. Belə görünür çünki komandada Atalay mı olsun yoxsa Torres olsun kapitan. Gənc oyuncularımızdan. İncir. Angır bir dənə. Burada Santana vursun. Vedat Dumanı da satacağım hətta. Bir dənə sol bek götürüm.
Nakas yaxşı deyil. Yəni keçək. Nakas almayaq məncə. Biz belə eləyək. Kiralaya da bilərik kimsə. Həm də stoperi də yedekləyir. Qocalardan varsa bir dənə qocalardan kimsə tapaq. Bəli. Bunu da transfer etdikdən sonra komandanı düzəldirik və videoyu sonlandırırıq. Videomuz bu qədər. Xoşunuza gəlsə like atıb, abunə olmağı unutmayın. Sağ olun. Bir sonraki videoda görüşmək üzrə.